Salam uşaqlar, bugünkü dərsimiz 19-cu əsr Azərbaycan mədəniyyətidir. Təhsildən başlayaq. Çar Rusiyası məktəb siyasətinin əsasında ictisadçı, yəni pravaslıq, müttəqiyyət və xalqlıq prinsipinə dayanırdı. Çarizm təhsil siyasəti başlıca məqsədləri nə idi? İmperiyaya sədaqətli və Rus güdümlü məmurlar hazırlamaq, iqtisadi və siyasi mənafeyinə uyğun təhsil sistemi yaratmaq və Azərbaycandakı digər xalqları kilsə və xüsusi məktəblərdə təhsil alması əsas məqsədlərindən idi. İndi Qəzə məktəblərinə baxaq ilk olaraq. İşğaldan sonra Şimali Azərbaycanda ümumi Rusiya təhsil sistemi tərkib hissəsi olan ibtidai dövlət məktəbləri yaratmaq məqsədi ilə Cənubi Qafqazda 1829-cu il əsasnaməsi qəbul olundu. Əsasnaməyə əsasən ibtidai məktəblər, yəni dövlət məktəbləri, Qəzə məktəbləri açılmalı idi. Əsasnaməyə uyğun olaraq 1830-cu ildə Şuşada ilk məktəb açıldı. Bunun adı Azərbaycanda Avropa tipli dünyəvi təhsilin əsası qoyuldu. Ardınca İrəvan və digər şəhərlərdə də Qəzə məktəbləri fəaliyyətə başladı. Qəzə məktəblərinə nə aid idi? Cənubi Qafqazın idarə olunması üçün kadrlar hazırlamalı. Daha sonra təhsil rus dilində olsa da Azərbaycan dili və əsas fən kimi tədris görürdü burada. Hətta bu məqsədlə Azərbaycan dilində dərsliklər də hazırlanmışdı. İlk dövrlərə əsasən rus məmurları uşaqları təhsil alırdı. Əvvəllər bu məktəblərdə azərbaycanlıların sayı çox az idi. Sonralar dövlət xidmətinə daxil olmaqla asanlaşan bu sistem rus təhsilinin vacibliyini ən başda da iqtisadi tələbata uyğun olaraq yavaş-yavaş çoxalmağa başladı. Müsəlman məktəblərinə baxaq. Rus din xadimləri xalq arasında nüfuzu malik olduğunu nəzərə alaraq 1849-cu ildə Gəncə, Şuşa, Şamaxı və Bakıda rus məktəblərinə sadiq ruhani şəxslər hazırlamaq üçün müsəlman məktəbləri yaranmağa başladı. Şimali Azərbaycanda ibtidai təhsilin digər növü məscidlərin yanında yerləşən mollaxana və orta dini təhsil verən mədrəsələr idi. Axundzadə, Şirvani, Sabir kimi şəxslər mollaxanada təhsil almışdı hətta. 19-cu əsrin ikinci yarısında Azərbaycanda məktəblərin sayı müəyyən qədər artması, təhsil səviyyəsinin yüksəlməsinə zair edən amillər isə bunlar idi. Kapitalist iqtisadiyyatın inkişaf etməsi, ixtisaslı fəhlələrə tələbat və təhsilli mütəxəssislərə tələbat əsas yer tuturdu. Dövlət ibtidai kənd məktəblərinə baxaq. 19-cu əsrin ikinci yarısında aparılan islahatlar iqtisadi yüksəlişin təhsil sistemində yenilənməsini tələb edildi və 1872-ci ildə əsasnamə ilə Şimali Azərbaycanda bütün Qəzə məktəbləri 6 illik təhsil müddəti olan pullu şəhər məktəblərinə çevrildi. Və 1874-cü ildə ibtidai məktəblər haqqında əsasnaməyə əsasən kənd sakinləri üçün ibtidai məktəblər də yaradıldı. İbtidai kənd məktəbləri nə idi? Xalq məktəbləri kimi tanınırdı. Yalnız kəndlilərin uşaqları oxuyurdu. Təhsil yalnız rus dilində aparılırdı və saxlanılması xərcləri kənd cəmiyyətləri ödəyirdi. 1865-ci il Çar hökumət tərəfindən Bakıda gimnaziya tipli rus dilli ilk orta məktəb açıldı və 1874-cü ildə Bakıda ilk qadın gimnaziyası açıldı. Beləliklə qızlar da orta təhsilə cəlb olundu. Daha sonra orta məktəblərdə təhsil ödənişli idi və universitetlərə qəbul olmaq hüququ ancaq məzunlara verilirdi. Rus tatar məktəbinə baxaq. Bu məktəblər ana dilində təhsil ən mühüm əsas hesab edilən Azərbaycan aydınlarının təşəbbüsü və inadkarlığı nəticəsində yaradılmışdı. İlk belə məktəb 1887-ci ildə Bakıda Hacıbəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən açılmışdı. Əsas məqsəd Azərbaycan şagirdlərini orta məktəbə hazırlamaq idi. Digər məqsəd isə rus məktəblərindən fərqli olaraq belə məktəblərdə birinci tədris dili Azərbaycan dili məcburi fan kimi keçirilirdi. İndi üsul cədid məktəblərinə baxaq. 19-cu əsrin ikinci yarısında Azərbaycanda aşağıdakı üsul cədid məktəbləri, yəni yeni üsul məktəblər açıldı. Şamaxıda Seyid Əzmi Şirvanın başçılığı ilə 1869-da, Şuşada Mir Mövsüm Nəvvab, Naxçıvanda Məhəmməd Tağı Sidqi və İrəvan və Təbrizdə isə Mirzə Hüseyn Üşdiyənin başçılığı ilə açıldı. Üsul cədid məktəbləri nə idi? Tədris yeni üsulla aparılırdı. Müasir tədris avanlarından istifadə olunurdu. İlk dəfə olaraq elm, bilik və ana dilində tədris olunurdu. Əvvəlki məktəblərdən fərqli olaraq əzbərləməyə deyil, şuurlu mənimsəmə üsulunu əsas götürülürdü. Şagirdlərə qarşı bədən cəzası ləğv olunmuş və onlara daha yaxşı rəftar olunurdu. Müəllim kadrlarının hazırlanması sisteminə baxaq. Müəllim kadrlarına ehtiyacı ödəmək üçün 1876-cı ildə Gürcüstan Qori şəhərində Cənubi Qafqaz Qori müəllimlər seminariyası təşkil olundu və 1879-da Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi də açıldı. Seminariyanın Azərbaycan şöbəsinə Axundzadə və Çernyavskinin təşəbbüsü ilə açılmışdı. Azərbaycanda müəllim çatışmazlığın problemi müəyyən qədər azaltmış və təhsilimizin sonrakı inkişafı üçün mühüm rol oynamışdı. Seminariyanın Azərbaycan şöbəsinin məzunları arasında Üzeyir Hacıbəyli və Cəlil Məmmədqulu kimi şəxslər də olmuşdur. İrəvan müəllimlər seminariyası isə 1881-ci ildə açılmışdır. Şimali Azərbaycanda Avropa və Rusiya ali məktəblərini 19-cu əsrin ikinci ildə bitirmiş yeni ziyalılar nəsli meydana gəldi. Onlar arasında Həsən bəy Zərdabi, Ağabəy Yadigarov, Əlmərdan bəy Topçubaşov, Cəmal bəy Hədzinski, Aslan bəy Səfikürdinski, Səməd bəy Mehmandarov, Əlaxşinski kimi görkəmli şəxslər də var idi. Milli burjuaziyanın nümayəndələri, yəni Tağıyev, Nağıyev və Muxtarov bu dövrdə müsəlmanlar üçün dünyəvi məktəb yaradılması uğrunda hərəkətə başçılıq edir və çarizmin təhsil siyasətinə qarşı mübarizə aparırdı. İndi qiraətxanaya baxaq. İlk qiraətxana məktəblərin yanında yerləşirdi. Sonralar istismar və xüsusi qiraətxanalar yaradıldı. Amma bu qiraətxanalar rus dilində idi. 1894-cü ildə Nərimanov Bakıda ilk dəfə Azərbaycan qiraətxanası yaratdı. Elm bölməsinə baxaq. İlk olaraq tarix elmi, tarixçi Abbasqulu Ağa Bakıxanov Gürcüstan-İran əsəri ilə, yəni 1841-ci ildə mənbələr əsasında Azərbaycan tarixinin ilk dəfə elmi əsasda bütöv şəkildə qələm almışdır. Bu əsərdə Cənubi Şərqi Qafqazın Şirvan və Dağıstanın ən qədim zamanlarından başlayaraq Gürcüstan sülh müharibəsinə qədər olan dövrünü əhatə edirdi. 19-cu əsrdə Azərbaycan xanlıqlarının tarixi üzrə salnamələr meydana gəldi. Bu salnamələr ümumi tarixi yaratmağa cəhd göstərmişdi. Məsələn, bunlar kimlər idi? Kərim Ağa Fatih Şəkixanların müxtəsər tarixini yazmışdı. İskəndər bəy Hacınski Qubalı Fətəli xan həyatını yazmışdı. Mirzə Gözəl bəy Qarabağnamə əsərini, Mirzə Cavanşir isə Qarabağ tarixi əsərini yazmışdı. Coğrafiyaya baxaq. Coğrafiyada 19-cu əsrdə coğrafiya inkişafı xüsusi xidmət almış şəxslər
Bunlardan biri yenə Bakıxanov idi. Ümumi coğrafiyaya yarımçıq qalan Kəşf Qəraib əsərinin müəllifi idi. Rusiyada şərqşünaslıq elmi təşəkkül və inkişafında mühüm rol oynamış. Hətta Bakıxanovun Qanun Qüdüsü əsəri yazılmışdır. Hökumət mükafatına layiq görülmüşdür. Rusiyada fars dil tədrisindən istifadə edilmişdir və Bakıxanovun fəlsəfi fikrinin inkişafında xidməti olmuşdur. Hacı Zeynalabdin Şirvani var. Coğrafşünas səyyah idi. Yaxın və Orta Şərq, Hindistan, Ərəbistan, Şimal Afrika səyahətləri zamanı gördükləri öyrəndiklərini səyahət bağı və tüccar əsərlərini həm vətənin, həm də bütün ölkə və xalqların coğrafiyası, etnoqrafiyası, tarixi və sosial mədəniyyəti ilə tanış etmişdir. Şərqşünaslıq bölməsi var idi. Rus şərqşünaslığının təşəkkülü və inkişafı Azərbaycanlı şərqşünas və alimlərin mühüm xidmətləri olmuşdur. Bu sahədə Bakıxanovun ilk elmi qrammatika tədbiri görmüşdür. Azərbaycan şərqşünas alimlərinin yaradıcılığının təşəkkülü, aşılması, inkişafında Peterburq və Qazan Universitetində böyük rolu olmuşdur. 19-cu əsrdə şərqşünaslıq inkişafında xidmət olmuş digər şəxslər isə Mirzə Cəmil Topçubaşov idi. Peterburq Universitetində şərqşünas alim kimi şöhrət qazanmış, əldən çox Altan, Monqol və Türk dillərində dərs demişdir. Rus Arxeologiya Cəmiyyətinin şərq numizmatika şöbəsində başçılıq etmiş və Britaniya Kral Asiya Cəmiyyətinin həqqi üzvü olmuşdur. Bundan başqa Mirzə Kazım bəy var. Bütün yaradıcılığını Kazan və Peterburq Universitetində bağlı olmuşdur. Filologiya, tarix, din, qanunşünaslıq, Müsəlman şərqinin coğrafiyasına dair qiymətli əsərlər yazmış. Fars, ərəb, türk, rus, ingilis və fransız dillərini bilirdi. Demidov mükafatına layiq görmüş. Türk-Tatar dil qrammatikası əsərində türk və Azərbaycan dilinin elmi prinsiplərini və qaydalarını işləyib hazırlamışdır. Mirzə Cəmil Topçubaşov və Mirzə Kazım bəy oxşar cəhətləri bu idi. Hər iki görkəmli şərqşünas alim idi. Şərqşünaslığın inkişafında Azərbaycan şərqşünas alimi yaranmasında mühüm rol oynamış. Rusiyanın Peterburq Universitetində çalışmış və Britaniya Kral Asiya Cəmiyyətinin üzvü olmuşdur. Kimya elminə baxsaq, Qafqaz geologiyası ilə sıx əlaqəli neft kimya variantının inkişafına mühüm töhfələr olmuş və Mendeleyevin neft işi vəziyyətini öyrənmək məqsədilə 3 dəfə Bakıya gəlmiş və bu neftin kimyəvi vəziyyətdən tədqiqini əsasını qoymuşdur. Mövsüm bəy Xanlarov Strasburq Universiteti ilə ali təhsil almış, kimya doktoru elmi dərəcəsinə yüksəlmiş, elmi fəaliyyətində üzvü kimya sahəsinin ilk Azərbaycanlı kimyaçısı olmuş və Bakının neft ayırma zavodunun neft kimyəvi emalı üzrə fəaliyyət göstərən laboratorlarından biri olmuşdur. Təbiət elmlərində isə Həsən bəy Zərdabi Moskva Universitetinin təbiət elmləri şöbəsini bitirmiş. Azərbaycanda biologiya, kənd təsərrüfatı, tibb üzrə biliklərin yayılması, inkişafına daha çox onun adı ilə bağlıdır. Eyni zamanda Nəcəf bəy Vəzirovun birlikdə İş Teatr tamaşasını hazırlamış və Əkinçi qəzetinin milli mətbuatının əsasında qoymuşdur 1875-ci ildə. Milli teatra baxaq. Milli teatr 1873-cü ildə əsası qoyulur və 19-cu əsrdə Azərbaycanda xalq kukla teatrının tamaşaları inşa edilmişdir və 1873-cü ildə Axundzadənin Şərqüzəş Vəziri Xan Ələnkəran əsərinin, yəni piyesinin tamaşaya göstərilməsi ilə Azərbaycanda milli teatrın əsası qoyulur. Bu da müsəlman şərqində ilk teatr tamaşası idi. Teatrın yaradılmasında təşəbbüskarı Bakı Real məktəbinin müəllimi Həsən bəy Zərdabi və onun şagirdi Nəcəf bəy Vəzirov olmuşdur. Rolları isə məktəbin şagirdləri ifa etmişdir. 1883-cü ildə Bakı Teatr Həvəskarlar qrupu, peşəkar aktyorlar qrupuna çevrildi və 1883-cü ildə Tağıyevin Bakıda teatr binasını tikdirməsi də buna mühüm bir töhfə vermişdir. Mətbuat və incəsənətə baxaq. Milli mətbuatın yaradılması 1875 iyulun 22-sində Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində Əkinçi qəzetinin nəşri ilə olmuşdur və milli mətbuatın əsası qoyulmuşdur. Əkinçi qəzeti 1875-1877-ci ildə Rusiya hökumətinin razılığı ilə nəşr olunmuşdur. Nəşr edilməsində ölkə mətbuatı və kitab çapı işinə təkan vermiş, Şərq dünyasında Avropa üsulu ilə dərc olunan birinci mətbu orqan idi. Milli mətbuatın təməl prinsiplərini müəyyən etmişdi və qəzetin əsas məqsədi xalqı maarifləndirmək, məktəblərdə yeni təlim və tərbiyə üsullarına tətbiqlərə nail olmaq, milli dilin və mədəniyyətin inkişafına çalışmaq və demokratik ideyaları təbliğ etmək idi. 1877 Rus-Osmanlı müharibəsi başlayandan sonra Əkinçi qəzetinin açılış səhifələri bağlamasına dair fərman verilmişdir. Qəzetdə siyasi məsələlər toxunulması və Osmanlı dövlətinə rəğbət bəslənilməsi. Daha sonra Ziya qəzeti var idi. 1879-cu ildə Tiflisdə Səid Əfəndi Ünsüzadə tərəfindən nəşr edilmiş Azərbaycan türkçəsində çıxan həftəlik qəzet idi və 1880-ci ildə Ziya-i Qafqazi adı ilə nəşr olmağa başlamışdı. Daha sonra Kəşfur qəzeti var idi. 1883-cü ildə Tiflisdə Cəlal Ünsüzadə tərəfindən nəşr edilmiş və 1891-ci ildə ilk dəfə Azərbaycan milləti ifadəsi işlədilmişdir. Əkinçinin yolunu davam etmişdir. Musiqi hissəsinə baxsaq, 19-cu Azərbaycan musiqinin iki istiqamətdə aşıq yaradıcılığı və tarın, kamançanın və qavalcıların ibarət muğam yaradıcılığının istiqamətindən inkişaf etdi. Bu dövrdə Molla Cümə, Aşıq Ələşgər, Aşıq musiqisinin inkişafına töhfə vermiş. Hətta 19-cu əsrdə Azərbaycan muğam sənətinin görkəmli nümayəndələri Xərrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryalıoğlu və Sadıqcan kimi mühüm şəxsiyyətlər olmuşdur. Rəssamlığa baxsaq 19-cu əsrdə Şimali Azərbaycan təsvir sənətdə realist meyllər inkişaf etmiş ki, bu meyllər bu dövrdə Şimali Azərbaycan böyük rəssam portreti ustası kimi şöhrət qazanan Mirzə Qədim İrəvaninin gənc qadın portreti əsərinin müşahidə olunmuşdur. Rəssam İrəvanda Xan sarayının bərpasına çalışmış, binanın divarında oturan qadın apartmentlərin portretlərini çəkmişdir. Şair Xuşman Nativanın rəsmlərində realist əməllər müşahidə olunmuşdur. Onun həmçinin bədii tikmə üsulu, xəttat və rəssam kimi də tanıyırıq. Şeirlərin əl yazmalarına ibarət albomunun 80-dən çoxa yaxın rəsmi var idi hətta. Dövrün digər rəssamı isə Mir Mövsüm Nəvvab olmuşdur.
İndi memarlığa baxsaq, Şimali Azərbaycanda Rus şəhər salma mədəniyyəti təcrübəsi yayılırdı. Rus hərbi mühəndislər tərəfindən Bakı, Şamaxı, Gəncə, Naxçıvan planları tərtib edilmişdi. Bu şəhərlərin gələcəkdə hazırlanacaq baş planlarının başlanğıcı oldu və ilk baş planına əsaslanaraq həyata keçirilən daha erkən şəhər salma tədbirləri Şamaxı şəhəri ilə bağlıdır. Bu dövrdə şəhər salma və memarlığın inkişafında başlıca xüsusiyyətlərindən biri də plan, kompozisiya və bədii memarlıq elementləri idi. 19 əsrin son rübündə Bakıda neft sahəsində inkişafı əhalinin buraya axması səbəb oldu. Bununla əlaqədar şəhərin ətrafında köhnə Bakı hüdudlarından kənar neftçi fəhlələri üçün qəsəbələr salınmağa başladı. Bakıda Qala divarlarının kənarda Çəmbərkönd, Dağlı məhəlləsi, Quba meydanı adlanan yeni məhəllələr yarandı. Qəribə tikilən bu məhəllələrin sakinlərinin çoxu Bakının kəndlərindən, Xızdan və ora yaxın ərazilərdən bura iş tapmaq üçün gələnlər idi. Neft sənayetçisi Murtuza Muxtarovun Mərdəkandakı evi, yəni indiki Dendrologiya bağı Bakı varlarının şəhərkənarı villaların tikintisini başlanğıcı oldu hətta. Yəni bu tikilmə üsulubu. Dövrün məşhur memarlarından olan Qasım bəy Hacıbəyov Bakının ilk memarlarından sayılır. Bakının yeni planlaşdırılması İçəri şəhərdən kənardan inşa edilən meydan tikilisinə həyata keçirilmişdir. Dövrün digər memarlar Sezver bəy Əhmədbəy və Yosif Qaslovski olmuşdur. Ən mühüm tikililəri 19-cu əsrin sonunda, yəni 1898 və 1900-cu illərdə Hacı Zeynalabdin Tağıyevin qız məktəbi binasının inşası olmuşdur və binalar içərisində Debrun evi, yəni indiki Azərbaycan Milli İncəsənət Muzeyi də xüsusi diqqəti cəlb edən memarlıq nümunəsidir. Dərsimiz bu qədərdir. Mədəniyyət haqqında vacib mövzudur, blokda istifadə olunan mövzudur. Ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.